İndi isə View tabı haqqında danışacağıq. Bu tabın iş prinsipi ümumilikdə məlumatlara baxışı təmin edir. Birinci əmrimizlə başlayaq. Query Settings. Əgər bunun üzərinə klik etsək, sağ tərəfdə gördüyünüz bu Query Settings paneli itəcək və yenidən klik etsək görünəcək. Formula bar nədir? Formula bar ekranın bu hissəsində yerləşir, yəni datanın üstündə yerləşir. Applied Steps-də icra olunmuş sonuncu addımı M kodu şəklində göstərir. Məsələn, biz burada filtr etmişik ən axırıncı. Burada həmin o addımı kod şəklində göstərir. Data preview haqqında birazdan danışacağıq. Go to column nədir? Əgər cədvəlimizdə sütun sayı çoxdursa, istədiyimiz sütuna sürətli keçməni təmin edir. Məsələn, rating sütununu seçdim və həmin sütuna aparır bizi. Daha sonra Advanced Editor nədir? Applied Steps-də icra olunmuş bütün addımların M kodunda təsvirini göstərir. Query Depends nədir? Bu isə bizdə hansı sorğunun hansı mənbədən gəldiyini göstərir. Yəni bizdə query cars datadır və onun kompüterdə yolunu, pəsini göstərir və bir neçə query olsa, burada hamısı görünəcək. Daha sonra data preview hissəsinə keçsək, monospaced əmri var. Bu nədir? Bu sadəcə məlumatları gördüyünüz kimi sabit enli şriftlə göstərir və sadəcə görünüş üçündür. Daha sonra show white space. Bu nədir? Mətnin əvvəlində, daxilində, sonunda və s. olan boşluqları göstərir. Yəni görünməyən boşluqları daha rahat aşkar etməyimizə kömək eləyir. Biz əvvəlki videolarda burada formatda trim funksiyasını izah edərkən boşluqları silir trim funksiyası. Boşluğun olub-olmadığını göstərmək üçün sadəcə burada len funksiyasından istifadə etmişdik ki, saya əsasən görək ki, burada boşluq var ya yox. İndi isə bunun daha rahat üsulu bu hissəni aktiv edirik və boşluğun olub-olmadığını görə bilərik. Məsələn, keçək Excel-imizə. Burada özümüz boşluq qoyaq və save edək. Daha sonra gəlib buradan refresh etsək, görəcəksiniz ki, boşluq görünür. Çünki bu əmr aktivdir. İndi isə bunu geri qaytaraq, çünki bunu unique kimi hesab edir. Aha. Növbəti əmrimiz isə bizdə column quality. Bu nədir? Column quality bizdə sütundakı məlumatların keyfiyyətini göstərir. Yəni, ümumiyyətlə həm faizlə, həm də rəqəmlə göstərir ki, error nə qədərdir, boş dəyərlər nə qədərdir və yararlı data nə qədərdir. Bu hissədə 100% kimi görünür. İndi isə keçək, görək boş dəyər varmı? Məsələn, burada 14% boş dəyər görünür. Yəni 138 dənə sətrimizdə boş data var. 862 isə yararlıdır. Və error görünmür bu hissələrdə. Amma bizim Excel-imizdə mən özüm baxmışdım, error var idi. Sadəcə burada görünmür. İndi ona baxacağıq ki, niyə görünmür. Məsələn, burada. Fikir verin, 1225-ci sətirdə görünür. Bunun Power Query-də görünməməsinə səbəb odur ki, Power Query-də sətir nə qədər olarsa olsun datamız, sadəcə 1000 sətir görünür standart olaraq. Ona görə də ilk 1000 sətirdə error olmadığı üçün error 0 görünür. Bütöv datanı görmək üçün bu hissəyə keçid edirik. Gördüyünüz kimi yazılıb 1000 sətir görünsün. Üzərinə basdıqda ikinci seçim var. Entire dataset. Bu bütöv dataseti göstərir. Buna bassaq,
görəcəksiniz ki, error göründü. Əslində erroru həm də əgər buradan görmək olar, bu yaşıl işarəni görürük, full yaşıldır, deməli error yoxdur. Amma biz bütöv dataseti seçsək, görəcəksiniz ki, qırmızı rəng oldu və deməli error var. Həmçinin buradan da görə bilərik. Və 9 sətrimizdə error mövcuddur. Com quality ümumilikdə bu dəyərlərin sayını və faizlərini göstərir, faizlə nisbətini. Daha sonra column distribution nədir? Sütundakı dəyərlərin paylanmasını göstərir. Yəni unique və distinct dəyərlərin sayını. Ümumilikdə deyim ki, bunu qeyri-aktiv edeyim. Distribution bu hissədir. Yəni bizdə paylanmanı göstərir. Unique və distinct nədir? Distinct odur ki, bizdə 8 dənə fərqli marka adı var. Yəni istəyir birindən 1000-dən olsun, birindən 100-dən olsun. Sadəcə fərqli marka adları 8 dənədir. Ona görə distinct 8-dir. Unique isə nədir? Məsələn, Hyundai ümumilikdə bu data setimizdə bir dəfə yazılsaydı, unique 1 olacaqdı. Amma yoxdur deyə bütöv görünmür. Məsələn, Excel-imizə keçək və bu hissədə əlavə bir dənə sətr əlavə eləyək. Məsələn, Opel və keçək buradan Astra yazaq, save edək. İndi bunu refresh etsək, görəcəksiniz ki, bunu refresh etsək, görəcəksiniz ki, buradan bir dənə, bunu seçək, unique 1 oldu. Çünki Opel marka sütununda, Astra isə model sütununda heç istifadə olunmayıb, yəni bir dəfə istifadə olunub. İkinci dəfə olsa artıq 0 olacaq unique. Və növbəti və sonuncu əmrimiz column profile-dır. Bunu isə aktivləşdirək. Gördüyünüz kimi gəlmədi. Bunun görünməsi üçün mütləq bir sütun seçməliyik. Yəni quality və distribution fərqli olaraq profilin aktiv olması üçün mütləq bir sütun seçili olmalıdır. Mətn tipli sütun seçdikdə bu məlumatlar görünür. Minimum, maksimum sadəcə əlifba sırasına görədir. Unique, distinct, error və s. Burada isə sütun adlarının paylanması görünür. Daha doğrusu dəyərlərin, fərqli dəyərlərin. Əgər rəqəm olan bir sütun seçsək isə, burada əlavə olaraq standart çapma, cüt tək rəqəm sayları və s. görünəcək. Və ümumiyyətlə bu şəkildə də bizdə fərqli dəyərlər görünəcək qrafik kimi. Bu şəkildə və son olaraq biz Power Query pəncərəsi ilə işimiz bitdikdən sonra təmiz datanı Close Apply düyməsinə basaraq bu hissədən Power modelini işləyə bilərik və bu hissədə hesabat və analizlər üçün istifadə edə bilərik.